ən böyük əxlaqsızlıq başqa bir insanın əxlaqını müzakirə etməkdir. Bunu anlayın. Ən böyük əxlaqsız elə cəmaatı güdən, onun haqqında əxlaqsızsan, nə bilim, nəsən yazanlar var. Onlar özləri ən böyük əxlaqsızdır. İnsan özünə cavabdehdir. İnsan götürək ki, kim hansı yolla bu həyatı yaşayır, necə gedir, özü bilər. Mənim üçün ən vacib məsələ nədir? Cəmiyyətə ziyan olmasın. Kim şəxsi həyatını necə yaşayır? Kim necə bu həyat çox qəlizdir. Ümumiyyətlə yaşamaq çox qəlizdir. Və əgər siz bir insana yaşamaqda, çörək pulu qazanmaqda heç bir yardım etməmisinizsə, o insana sizin söz deməyə haqqınız yoxdur. O necə yaşayır, necə gedir, İndi o sizin şəxsi fikrinizdir. Mən sizə bir dənə söz deyim. Bu subyektiv fikir deyil. Bu Amma mən qınayıram bir məsələdə. Mən sizə bir söz deyim. Dini tərəfdən də götürsək, ən böyük günahlardan biri qeybətdir, böhtandır, şərdir. Və bunların danışdıqları, şərh yazanlar, nə bilim, bu səhifələr, bunlar hamısı şərdir, böhtandır, bilib dediyi qeybətdir. Əsas məsələyə, əsas məsələdən uzaqlaşmayaq. Biz mütləq fikrimizi bildirməliyik. Bir şey başa düşmürəm ki, cəmaat ailəsi ilə, arvadı ilə, həyat yoldaşına gəlirlər, otururlar restoranda. Yəni bizim işimiz bilavasitə restoran olduğuna görə və biz bilirik ki, yəni tədbirlərdə, toylarda, şənliklərdə, restoranlarda bəy öz xanımı ilə oturur. Yəni ona qarışmaq, onu şişirtmək, onu təbliğ eləmək, problem odur. Bax, Brilliant xanım çox gözəl o günləri danışdı və hər şeyi çox doğru, düzgün dedi və bir çox müğənnilər, bir çox məşhurlar bu haqda öz fikirlərini bildirdilər. O cümlədən Lalə Məmmədova, Ədalət Şükürov, Vasif Məhərrəmli, Səidə Sultan, hamı bu haqda öz fikrini yazdı. Müğənniləri niyə görə məşhurları gözdən salmağa çalışırlar? Sənət adamlarını gözdən salırlar. Dırnaq arası aparıcılar, dırnaq arası jurnalistlər, əl çəkin müğənnilərdən. Yəni, belə bir şey olmaz. Sənət adam, mən Türkiyəyə gedəndə, mən özümə qarşı sənətçiyəm deyə gördüyüm hörməti öz ölkəmdə görmək istəyirəm. Belə olmaz, belə münasibət sənət adamına olmaz. Biz ancaq sizə şənliyi bəxş edir, bizdən sizə